Annyeonghaseyo yorobun. Herkese salam. Bu benim ilk YouTube videomdu. Biraz heyecanlıyam. Ama istəyirəm ki, ilk YouTube videomda sizə özüm haqqında və Koreyadakı təhsilim haqqında məlumat verim. TikTokdan bir çoxlarınız bilir ki, mən Koreyada yaşayan Azərbaycanlı tələbəyəm. Amma bu YouTube videoyla da məni tanıyacaq, inanıram ki, bir çox insan olacaq. Və onlara da istəyirəm birlikdə özüm haqqında təqdimat verim və daha sonra da Koreyadakı təhsil haqqında danışım. Gəlin ilk növbədə özümü sizə tanıdım. Mənim adım Aytaçdır. Mən 22 yaşındayam, Azərbaycanlıyam. Hal-hazırda Cənubi Koreyanın İnçon şəhərində yerləşən İnha Universitetində təqaüdlü magistr təhsili alıram. Gəlin bu magistr təhsilinə qədər gəldiyim yol haqqında sizə danışım. Mən 8-ci sinifdə oxuyandan demək olar ki, ağlımda tək bir şey vardı, xarici təhsil. Amma ailəmin maddi durumu buna əl vermirdi ki, öz pulları ilə məni başqa ölkəyə göndərsinlər, orada təhsil alım. Həm ailəm çox qarşı idi uzaq bir ölkəyə getməyimə, həm də maddi cəhətdən həqiqətən də o qədər də məbləğ yox idi bizdə ki, valideynlərim qarşılasın mənim yaşamımı, təhsil haqqımı. Mən də uşaq ağlı ilə hər dəfə yazırdım, internetdə axtarırdım ki, 0 manatla xaricdə təhsil Koreyada, İtaliyada. İtaliyada oxumaq ən böyük arzum idi, amma İtaliyada oxumaq alınmadı. Demək qismət deyilmiş, amma inanıram ki, həyatımın hansısa dönəmində İtaliyada ya bir işlə məşğul olaram, ya bəlkə yenidən təhsil alaram. Mən heç vaxt təhsilə qarşı deyiləm. 2-3 universitetdə oxumaq olar. Yəni oxumaq heç vaxt gec deyil, neçə yaşınız olursa olsun, hər vaxt oxuya bilərsiniz. Yəni İtaliya qismət olmadı, amma Koreyaya çox şükür ki, Koreyada təhsil alma haqqı qazana bildim. 8-ci sinifdən araşdırmağa başladım, amma heç bir şey tapa bilmədim. Həm universitet oxumaq üçün bir çox ilim var idi və beləcə proqramlar dəyişə bilərdi. Həm də birbaşa 10-cu, 11-ci sinifi oxuyacağım heç bir layihə yox idi. Dövlət sifarişi ilə gedim xaricdə oxuyum. Yenə də ümidimi itirmədim və dim imtahanlarına hazırlaşdım. Hər kəs məndən soruşur ki, siz Koreyada oxusanız belə dim imtahanı vermisinizmi? Bakalavrda Koreyada oxuyanda da dim imtahanı lazım idimi? Bəli, mən də hər şagird kimi dim imtahanı vermişəm. Gəlin sizə Koreyadakı təhsil həyatımla başlayayım. Mən uşaqlar 11-ci sinifi bitirəndə dim imtahanı verdikdən sonra 400-nə qədərsə bal topladım və bu balım istədiyim universitetlərə qəbul olmağıma çatırdı. Kifayət qədər bir bal idi. Amma nədənsə içimdə elə bir hiss yox idi ki, mən burada oxuyum. Çox istəyirdim xaricdə təhsilə alım. Bayaqdan 50 video çəkib sildiyim üçün boğazım çox qurudu. Su içib gəldim. Dediyim kimi uşaqlar, mən xaricdə təhsil almağa fokuslanmışdım həmin dönəm. Və tanışımız BO İnha layihəsi gördü. Hansı ki, Azərbaycanın Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti arasında təşkil olunmuş bir layihə idi. 3 il Azərbaycanda, 1 il Koreyada təhsil alırsan. Mən dedim, bir bura başvurub şansımı sınayım. Amma birdən qəbul olmaram, ailəm stres yaşayar, ümidlərini doğrulda bilmərəm deyə stres alarlar deyə çox narahat oldum və ailəmdən gizləmək qərarı aldım. Amma sənədlərdə mənə kömək lazım olduğu üçün anamla paylaşdım. Yaxşı ki də anamla paylaşmışam. Anam mənə çox dəstək oldu, çox ürək dirək verdi. Sağ olsun, çox kömək oldu mənə. Və e-maillə layihəyə başvurdum. Mənə geri cavab gəldi ki, bəs imtahanda iştirak hüququ qazandım. Korona vaxtı olduğu üçün bizdən imtahan onlayn şəkildə götürüldü. Hansı ki, Koreya tərəfindən götürülürdü. Koreya tərəfindən 2 imtahan oldu. İlk imtahanım fizika və riyaziyyat fənləri arasında oldu. Dim imtahanı da yeni bitdiyi üçün çox rahat oldu deyə bilərəm. Amma ingilis dili imtahanından çox qorxurdum. Çünki ilk dəfə idi ki, başqa ölkənin vətəndaşı ilə ingilis dili, hələ ki imtahan, danışıq imtahanı verəcəkdim. Ona görə bu imtahana hazırlaşdım, çox hazırlaşdım. Amma çox rahat keçdi. Çünki elm tərəfli, elm yönümlü olmadı. Daha çox gündəlik həyatımla bağlı suallar soruşdular məndən. Çox rahat keçdi o imtahan. Deyə bilərəm ki, o imtahan sayəsində düşünürdüm ki, hə, mən bu layihədə iştirak edə biləcəm. Elə universitet cavablarının çıxmağına az qalmış. Layihənin də cavabları çıxdı. Kimlər qəbul alıb, kimlər almayıb. Və mən beləcə elektronika mühəndisliyi üzrə layihəyə qəbul oldum. Hansı ki, məzun olanda biz 2 diplom qazandıq. Bir Azərbaycanın, bir də Cənubi Koreyanın diplomu.
Sizə deyim ki, bizim bütün xərclərimiz dövlətimiz tərəfindən cənab İlham Əliyevin dəstəyi ilə bütün xərclərimiz qarşılandı. Yaşam xərclərimiz olsun, təyyarə bilet pulumuz olsun, təhsil haqqımız olsun, hər biri dövlətimiz qarşıladı. Dövlətimiz sayəsində bir çox tələbə, bir çox şagird ödənişsiz təhsil alma hüququ qazanmış oldu beləcə. Və beləcə mənim Koreyadakı təhsil yolum başladı. Beyoon İnha layihəsi bizi həmçinin İnha Summer School ilə yay məktəbinə göndərdi Koreyaya. Bu 2022-ci il 18 yaşımda baş verdi. Beləcə Koreya tanışlığım da ilk 2022-də oldu. Yay məktəbində o qədər gözəl duyğular yaşadım ki, o qədər pozitiv anlarım oldu ki, mən özümə söz verdim ki, mütləq ki, çox yaxşı oxuyub, çox çalışıb, Koreyada təhsilimi davam etdirəcəm. Beləcə, yay məktəbindən sonra daha çox dərslərimə diqqət etməyə, daha çox ən çox da Koreya dilində öyrənməyə daha çox öz-özümə motivasiya verdim. Koreya dilində biz Koreya dil dərsi aldıq bu arada Bakı Mühəndislik Universitetində. Dərslərimdə də çox yaxşı olmağa çalışdım. Digər tərəfdən proqramlar vasitəsilə Koreyalılarla əlaqə saxladım, Koreyalılarla danışdım. Zəng vasitəsilə Koreyalılarla danışdım. Hansı ki bu proqramlar anonim olur. Yəni nə Koreyalını siz bilirsiniz kimdir, nə də o sizi tanıyır. Amma yenə də çox insana kömək olur. Məncə Koreya dili öyrənmək istəyirsinizsə, söz bazanızı biraz olandan sonra artıq danışmağa başlayın. Danışdıqca insan öyrəşə bilir. Məncə Koreya dili elədir ki, danışıqla kitab dili ilə öyrənmək arasında çox fərq var. Koreyalıların danışığı, tələffüzü gerçək həyatda çox fərqlidir. Ona görə də əgər Koreya dili öyrənənlər varsa aramızda, məncə tez-tez danışın. Ya Koreya dilini yeni öyrənən biri ilə öz həmvətənlərimizdən, ya proqramlar vasitəsilə Koreyalılarla ünsiyyət qurmaqda olun. Bir proqram var, adını unutmuşam, bəlkə axtarsız taparsınız. O proqramda sırf mesajlaşma deyil, sırf zəngdir. Hansı ki, proqram 5 dəqiqə vaxt verir sizə, Koreyalı birini seçir. Siz o Koreyalıla 5 dəqiqə ərzində söhbət edirsiniz Koreyaca. Bu proqram mənə çox kömək oldu həqiqətən. Danışığımı çox inkişaf elətdirdi. Hətta yadımdadır bu proqramla danışandan sonra bizdə Marhagi imtahanı olurdu, hansı ki speaking imtahanı ilə eyni. Mən o Marhagi imtahanlarında daha yaxşı nəticələr göstərməyə başladım. Ona görə də məsləhətim odur ki, Koreya dili öyrənənlərə mütləq danışıb inkişaf elətdirin. Bir illik təhsilimiz üçün də sonunda gəldik İnha Universitetinə. Bu bir ildə çox şeylər öyrəndik. Koreyalıların həyat tərzinə, mədəniyyətinə hakim olduq. Təhsil baxışımız dəyişdi. Bu bir illik təhsilimizi də dövlətimiz cənab İlham Əliyevin razılığı ilə hər bir xərcimizi dövlətimiz qarşıladı. Beyin komandası da bunun üçün çox əziyyət çəkdilər. Başlar çox narazılığımız olmuşdu onlara. Amma düşünəndə ki, bu qədər tələbəni Azərbaycandan Koreyaya göndərmək, sonra onlarla maraqlanmaq da oradan da böyük məsuliyyət tələb edir. Onlar az, biz çox. Bunları fikirləşəndə oradan da çox böyük işə imza atdılar. Bir çox tələbə, bir çox şagird ödənişsiz Koreyada təhsil alma haqqı qazandı. Sonra bizə belə bir qərar çıxdı ki, Beyoon İnha layihəsində təhsil alan tələbələrin 10% magistr təhsil üçün də İnhaya yenidən başvura bilər, amma 10%-dən artıq qəbul olunmur. Bu İnhaya magistr üçün başvurmaq üçün 3 addımdır. Birincisi sənədləriniz, İnhanın tələb elədiyi sənədlər, dil olsun, məktub olsun, professorlardan aldığınız bunlar lazımdır. İkinci addım sizə himayəsinə götürəcək professor tapmaq. Üçüncüsü də intervyudur. Bu iki şərti qarşılayandan sonra intervyuya sizi dəvət edirlər, intervyuyu götürürlər. Sənəd işi rahat idi, amma professor tapmaq mənim üçün çox çətin idi. Çünki mən magistr təhsilini marketinqli üçün almaq istədim. Amma marketinqli təhsili də sadəcə Koreya dilində idi. Bu biraz mənim üçün problem yaratdı. Necə problem? Nə də olmasa Koreya dili ana dilləridir Koreyada və professorlar da istəyər ki, himayəsinə götürdüyü tələbə Koreya dilində yaxşı danışsın, onlara problem yaratmasın gələcəkdə. Buna görə başladım professor axtarmağa, çox şükür tapdım. Sonra başvurdum. Bu 3 adımı da tamamlayandan sonra xəbər çıxdı ki, mən artıq qəbul olmuşam magistr üçün. Amma sadəcə təhsil haqqım, bu təqaüdlü şərtdə sadəcə təhsil haqqı qarşılanırdı.
yaşam xərci qarşılanmırdı. Başda vermək istəmirdim düzdür. Çünki yaşam xərci qarşılanmır deyə çox qorxdum. Ailəmə də yük olmaq istəmədim. Bilmədim özüm də necə edərəm. Amma çox sağ olsun ailəm dəstəklədi. Atam, anam dedilər, bir də bu şansı bəlkə heç tapa bilmərsən, bəlkə heç vaxt qarşına belə bir şey çıxmaz. Özün də iş taparsan, biz də göndərərik falan pul. Belə söhbətlər oldu. Çox şükür indi Koreyadayam. Yavaş-yavaş həyatımı yoluna qoymuşam. Arada sırada part-time işləyirəm. Ailəmə yük olmuram. Bunun üçün çox sevinirəm. Mənim üçün dediyim kimi videoda yerdən daş bir yerdən kövrəlmək istəmirəm. Ailəm çox önəmlidir. Onlara yük olmaq və yaxud onları stressə soxmaq. İstəmirəm onlar fikirləşsiniz ki, uşağı göndərdik belə uzaq bir məsafəyə. Orada neynir, ac qalır, susuz qalır. Bunları fikirləşsinlər istəmirəm. Ona görə bacardığım qədər ağır işlər də olsa işləyirəm. Bəli, Koreyada eləmədiyim iş qalmayıb demək olar. Ağrından tutma, yüngülünə qədər hər şey eləmişəm. Elə vaxt olub səhərdən axşama qədər işləmişəm. Elə vaxt olub o deyirləri daşda daşımışam. O belə olubdu, yəni onu belə eləmişəm. Amma yenə də bilirsiniz, əgər arzularınıza çatmaq istəyirsinizsə, heç bir yol sizə pambıq tökmürlər ki, siz rahat yeriyəsiniz. Hər yer çıxıntılıdır, hər yerlərdə daşlarla doludur. Ayağınızdan mütləq ki, daşa ilişəcək, mütləq ki, çətinliklərlə üzləşəcəksiniz. Ona görə də məcbursunuz ki, çətin iş belə olsa onu eləyəsiniz. Beləcə xəyallarınızı addımlayasınız. Mən heç vaxt çətin işlərdən qorxmuram. Nə də demirəm, niyə mən bu işi eləməliyəm. Koreyaya gəlmişəm, niyə nə bilim qab yumalıyam və yaxud niyə daş daşımalıyam. Belə bir şey demirəm. Çünki bu mənim arzum idi və arzum üçün hələ də cəhd edirəm, hələ də necə deyərlər, savaşıram. Ümidim odur ki, bu videom neçə insanların qarşısına çıxar. Balaca aytacıların, şagirdlərin, tələbələrin, məndən yaşca böyük amma ürəyində hələ də təhsil alma arzusu olan insanların qarşısına çıxar, motivasiya olar, güc, qaynaq olar. Heç vaxt ümidinizi heç nədən itirməyin. Arzularınız üçün, xəyallarınız üçün. Bunun nə olduğuna önəmi yoxdur. Ən kiçik arzunuz. Maşın almaq istəyirsiniz, xaricdə təhsil almaq istəyirsiniz, ev almaq istəyirsiniz, yalnız qalmaq istəyirsiniz, yalnız səyahət etmək istəyirsiniz. Heç bir önəmi yoxdur. Nə olsa olsun, sizin arzunuz, sizin ehtiyacınız, sizin xəyalınız. Bunun üçün hər zaman savaşın. Heç bir insanın qıraqdan sizə təsir göstərməyinə icazə verməyin. Sən edə bilmərsən, sən qadınsan, niyə eləməlisən? Və yaxud, sən kişisən, ailənin qeydinə qalmalısan, ananın, atanın yanında olmalısan. Heç bir insan anasından, atasından üz döndərmir, əgər xəyalları üçün savaşırsa, əgər məcbur qalıb onlardan uzaqlaşırsa. Mən məcbur qaldım, ailəmdən uzaqlaşdım. Çox istəyərdim əlbəttə Koreya ailəmə yaxın olsun. Amma bunu mən dəyişə bilmərəm, məsafələr mənim əlimdə deyil. Ailəmdən məcbur qaldım, uzaqlaşdım. Amma öz xəyallarım üçün addım atdım. Ailəmin dəstəyi ilə gəldim, çıxdım bura. Hər zaman da anamın, atamın yanında olmağı düşünüb bu ürəyimdəki ağrını, acını böyüdə bilməzdim. Heç bir insanın sizə qıraqdan təsir eləməyinə icazə verməyin. Manipulyasiya elə bir şeydir ki, sizi içinə alar və o icazə vermədiyi müddətdə oradan çıxa bilmərsiniz. Ona görə arzularınız üçün, xəyallarınız üçün hər zaman savaşın. Yarı gəldim, ağlayacağım və yaxud uğursuz olacağım deyə fikirləşməyin. Başlamaq qazanmağın yarısıdır deyiblər. Ona görə addımlayın, ağlayın. Ağlamaq pis bir şey deyil. Ağlamaq sizin gücsüz olduğunuzu göstərmir. Mən o qədər ağlamışam. O qədər magistra gələndə belə ağlamışam. Amma bu ağladım deyə də gücsüz olmadım. Nə də heç bir şeydə uğursuz olmadım. Nə də kimsə sizdən yaxşı olanda deməyin ki, mən heç nə edə bilməyəcəm, o məndən yaxşıdır falan. Məndən daha yaxşı tələbələr var, məndən daha yaxşı qiymət alan, daha yaxşı bal qazanan, daha yaxşı təqaüd alan tələbələr də var. Amma bu mənim arzumdur. Mən bura gəlmişəm, təhsil alıram, təqaüd alıram. O məndən daha yaxşıdırsa, onun mənə heç bir təsiri yoxdur. O onun həyatıdır. Onun adına da sevinirəm. Amma mən öz həyatım üçün çalışmışam, öz həyatım üçün irəliləmişəm və xoşbəxt olduğum yerdəyəm. Ona baxıb pis olmaqdansa hal-hazırda olduğum anı yaşayıram. Başqasına baxıb özünüzü pis etməkdənsə, filan kəs məndən daha yaxşıdır, filan kəs məndən daha yaxşı yerdədir, filan kəs belə oldu, elə oldu fikirləşməkdənsə, olduğunuz yerin dadını çıxardın, olduğunuz anın dadını çıxardın. O daha yaxşıydı, daha yaxşı oldu deyə fikirləşməyin. Nə olsun sizin qazancınız olmayıb, pulunuz olmayıb, indi yaxşısınızsa, bu da sizin cəhdləriniz, sizin çalışmanız sayəsindədir. Ona görə də o anın dadını çıxardın, keçmişin
Boş verin, keçmiş haqqında fikirləşməyin. Nə də heç bir maddiyyətin sizi arzularınızdan, xəyallarınızdan, xoşbəxtlikdən alıqoymasına icazə verməyin. Əgər indi tələbəsinizsə, şagirdsizsə, sizə məsləhətim odur ki, durmadan araşdırın, durmadan axtarın. Falan yerdə necə təqaüdü təhsil var, falan yerə necə qəbul ola bilərəm, sənədlər nədir? İndi o qədər internet inkişaf edibdir ki, hər şeyi axtarıb tapa bilərsiniz. Koreyada təhsil almaq istəyirsinizsə, yazın Koreyada təhsillər, təqaüd təhsili, necə təhsil təqaüdü qazana bilərəm, nə şərtlərdir. Hal-hazırda ən çox verilən Busandır. Busandan təqaüd alan tələbə çoxdur. Təbii ki, bütün universitetlərin şərtləri eyni deyil, amma dəyişir, səviyyəcə bu universitetlər də dəyişir, neçənci yerdədir falan universitet, amma yenə də təhsil alma hüququ qazana bilərsiniz. Yəni, əgər sizə önəmli deyilsə universitetin səviyyəsi nədir, neçəncidir, gəlib Koreyada təhsil ala bilərsiniz. Lap deyim, universitet alınmır. Dil kurslarına başvura bilərsiniz, təqaüdlü dil kursları, Sejong var və s. Yaylarda daha çox olur, təşkil olunmuş dil kursları var, onlara başvura bilərsiniz. Axtarın, araşdırın, hər gün, gecə-gündüz axtarın. Mənim yadımdadır, mən məktəbli şagirdi idim, hər gün araşdırırdım. Özdə o vaxt bilmirəm, yadınızda olar və yox, bizim evdə internetdə yox idi. Baksenin internet kartı kimi bir şey çıxmışdı, 10 manat vururdun aylıq, o da müəyyən megabayt internet verirdi, yadımdadır. O da atam aylıq vururdu 10 manat və anam idi, atam, mən, bacım idi. Anam xoşlamırdı internetdə məşğul olmağı. Onu bölürdük, kim filan qədər saat istifadə edə bilər filan günlərdə. Atam bölürdü aramızda. Mənim yadımdadır, onu taxırdım, başlayırdım yazmağa. Filan yerdə filan təqaüdlü təhsil var, filan yerdə filan var, nə şərtlər var, nə edə bilərəm falan. Araşdırın, axtarın, hər gün yazın. Bir gün baxın, məsələn, bir gün yazdınız, tapmadınız. Bir sabahları deməyin ki, onsuz da tapmıram, niyə axtarım, yoxdur. Deməyin, sabah yaransa nə edəsiniz? Bu layihələr elədir ki, anidən insanın qabağına çıxır, anidən təşkil olunur, anidən belə bir şey lazımlı gəlir ki, yaradırlar. Ona görə hər gün daima axtarın. Pes etməyin. Belə, ümid edirəm dediklərimi anladınız, ümid edirəm təhsil həyatım sizə az da olsa motivasiya verdi, ümid edirəm danışığımı bəyəndiniz, ümid edirəm videom maraqsız keçmədi. Əgər bugün bu videomu bəyəndinizsə, məni bəyənməyi, kanalıma abunə olmağı, TikTokdan, Instagramdan məni takip etməyi unutmayın. Ən çox bəyənmədən çox, abunədən çox, ən çox fikir verdiyim rəylər olur. İnsanların düşüncəsi mənə çox maraqlıdır. Düşüncələrinizi paylaşın, rəylərdə qarşılıqlı söhbətləşək. Və daha sonraki YouTube videolarımda çalışacağım artıq sizə Koreyadakı gündəlik həyatım, Koreya həyatı, Koreya mədəniyyəti haqqında təqdimat verim. Və qarşıma çıxdıqca da, əgər Instagramdan məni takip eləsəz, qarşıma çıxdıqca da Koreyada əsasən, Koreyada təqaüdlü proqramlar, dil olsun, universitet olsun, məktəb olsun, bu kimi şeylər olduqca çalışacağım sizlə də hekayələrdə bunu paylaşım. Belə, kanalıma abunə olub, məni izləməyi unutmayın. Ümid edirəm gününüz xoş keçər, ümid edirəm hər gün biraz daha arzularınıza, xəyallarınıza addım-addım yaxınlaşarsınız. Məni izləyənlər, mənə dəstək verənlər, sizləri çox sevirəm. Bu videoyla da bir daha anamı, atamı salamlayıb, onlara çox təşəkkür edirəm. Həyatımın hər nöqtəsində məni dəstəklədikləri üçün. Maddi cəhətdən çox varlı biri olmasaq da, ailəmin sevgisi bizə çox sonsuz idi. Sevgi cəhətdən çox varlı bir övlad olmuşam. Anamın, atamın sevgisini hər daim hiss eləmişəm. İndi Koreyada olmağıma baxmayaraq da hər gün mənə zəng eləyən anama, atama təşəkkürümü bildirirəm. Ümid edirəm, yaxşı oxuyub, tələbə olub, yaxşı iş görüb, işləyib, onlara yeni ev ala bilərəm, onlara tətillərə götürə bilərəm. Ən böyük arzum anamdan, atamdan, bacımdan tətilə getməkdir və bu tətilin bütün xərclərini özüm qarşılamaqdır. Ümid edirəm bu arzum yerinə yetər. Və anama, atama demək istəyirəm ki, siz əsas öz sağlamlığınızın qeydinə qalın, əsas özünüzə qulluq edin, özünüzə baxın ki, biz də beləcə siz qocananda sizi daha gözəl yerlərə götürüb, bizlə bir yerdə səyahətlər qazandıb, dadlı yeməklər yeyə biləsiniz. Sizi çox sevirəm, buradan qucaqlayıram, öpürəm çoxlu-çoxlu
Və sevgim sizə sonsuzdur. Həmişə də sizi sevəcəm. Həmişə də sizə bacardığım qədər qayğı göstərəcəm. Dəstəyiniz üçün də çox sağ olun. Və məni izləyənlər, sizə də çox təşəkkür edirəm. Sizə də çox gözəl günlər arzulayıram. Sağ olun.